Bir, deyir ki, doymuş su buxarının təzyiqinin həcminin asitli qrafikində diaqramında nöqtələr uyğun temperatur arasında hansı münasibət doğrudur? Yoldaşlar, görürəm ki, mən burada bir nəinki də təzyiq sabitdir. 1 və 2. Deməli, P1 P2-yə bərabər. Düzdürmü? Və doyulan buxarda təzyiq sabit olduqda sıxlıq, konsentrasiya, temperatur da sabit qalır. Deməli, burada temperaturlar da bir-birinə bərabər olur. T1 T2-nin bərabər olduğunu tapdıq. Yaxşı, 3 necə dəyişər? 3-dən 2-yə doğru getdikcə, yəni belə getdikcə həcm sabit olub, təzyiq artır. Təzyiq artırsa, yenə həmin qrupda P, Rho, N, T qrupundakı kəmiyyətlər də artar. Həm sıxlıq artar, həm konsentrasiya artar, həm də temperatur artar. Mən burada deyirəm ki, 3-dən 2-yə doğru getdikcə temperatur artacaq. Deməli, 3-dəki temperatur 2-dəki temperaturdan az olacaq. Cavabımız olacaq T1 T2-yə bərabər T3 A variantı. Təzədən təkrar edirəm. Doyan buxarda təzyiq sabit qaldıqda sıxlıq, konsentrasiya, temperatur da sabit qalır və bir nəticədə təzyiq sabit olduğu üçün temperatur da bərabər olur bir-birinə. 3-dən 2-yə doğru getdikcə təzyiq artdığı üçün sıxlıq, konsentrasiya, temperatur da artır. Deməli, 3-ün temperaturu 2-dən az olur. 2-dəki temperatur daha böyük olur. Ondan mütənasibi tapsaq, T1 T2-yə bərabər, T3 isə onlardan kiçik olur. Davam edək növbəti sualımızla, ikinci sualına. Deyir ki, 1800 kJ istilik miqdarı verməklə qaynama temperaturuna nə qədər spirti buxara çevirmək olar? Buxarlanma istiliyi Q bərabər L-dir. Burada L 9 və 10 üstü 5. M bilmirəm. Buradan M istəyir məndən. Kütləni istəyir. Kütləni tapsaq M bərabərdir Q bölünsün L. Q 1800 vur 10 üstü 3 kilonandır. Bölsəm elə, yəni buxarlanma istəyinə 9-u vuracam 10 üstü 5-ə. Mən yuxarıdakını 18-i 10 üstü 5 kimi göstərə bilərəm. Bölərəm nəyə? 9 vur 10 üstü 5-ə. 10 üstü 5-lər gedər, ixtisar qalar nə? 18 böl 9, yəni 2 kilo. Cavabımız olacaq 2-də A variantı. Q bərabər eləm düsturuna M-i tapdım. M bərabər olacaq Q bölür və qiymətləri də nə edirəm uşaqlar? Bir-birinə bölərək burada kütləni tapmış olacaq. Sonra növbəti sualımız, üçüncü sual. 3. Şəkildə PV koordinatlarında doymuş su buxarının dəyişməsi təsvir edilmişdir. AB keçdiyi zaman doymuş buxarın temperaturu və kütləsi necə dəyişər? Yoldaşlar, P sabitdir görürəm qrafikdə, doymuş buxardır yenə. P sabitdirsə, deməli, Rho, N və T də sabitdir. Doyan buxarda. Deməli, temperatur dəyişməz və sola doğru getdikcə aşağıdakı kəmiyyət azalır. Yəni, həcm azalır. Həcm azalırsa, buxarın kütləsi də azalmış olacaq. Cavabımız olacaq, dəyişməz azalar B variantı. Ümumiyyətlə, bunu qeyd edək. Əgər həcm sabitdirsə, ayrı bir qaydadır. Həcm sabitdirsə, temperatur azalanda buxarın kütləsi azalır. Temperatur sabitdirsə, həcm azalanda buxarın kütləsi azalır. Temperatur azalanda və yaxud həcm azalanda buxarın kütləsi azalır. Əksinə, mayenin kütləsi artmış olur. 4. Nisbi rütubətlər arasında münasibət F1 kiçikdir, F2, o da kiçikdir, F3 olan otaqlardakı psixometrlərin, yaş termometrlərin göstərişlərini müqayisə edindir. Quru termometrlərin göstərişi eynidir. Nisbi rütubət yaş termometr rütubətliyi ölçdüyündən elə nisbi rütubətlərin mütənasibliyi elə münasibətliyi elə yaş termometrlərin arasında münasibəti göstərir. Yəni, eyni şərt yaş termometrdə də ödənilir. Cavabımız olacaq burada
Hansı variant? Variantlara baxsaq, yəni P1 P2-dən kiçikdir, P3 də oradan kiçik isə, Rho1 Rho2-dən kiçik, Rho3 də ondan kiçik, M1 M2-dən kiçik, M3 də ondan kiçik, T1 T2-dən kiçik, T3 də ondan kiçik olur. Yəni bunlar hamısı bir-birindən düz mütənasibdir. Niyə? Çünki nisbi rütubət elə rho bölünsün rho 0 vurulsun 100%'dir. Yəni fi ilə rho bir-birinə mütənasibdir. Rho elə m böl v-dir. Rho ilə də m mütənasibdir. Yəni bunlar bir-birindən mütənasib kəmiyyətlərdir. Biri azalanda digəri də azalır, biri artanda digəri də artmış olur. 4-də cavabımız olacaq eyni şərt, yəni A variantı. 5. Doğmuş buxarın bir alından iki alına keçməsi zamanı onun təzyiqi necə dəyişər? Bir alından iki alına keçdi. Deməli, temperatur sabitdir. Həcm görürəm ki, 2 dəfə azalır. Və temperatur sabitdirsə, dedik ki, rho, n, p bunlar da sabit olur doyan buxarda. Deməli, təzyiq nə olacaq uşaqlar? Dəyişməyəcək. Yəni 5-də cavabımız olacaq B variantı. Davam edək. 6. Ağzı bağlı qabda su və onun üzərində nə var? Doymuş su buxarı var. Qablardakı doymuş buxarların sıxları arasında hansı münasibət doğrudur? Dedik ki, doymuş buxarda sıxlıq, konsentrasiya və təzyiq temperatura görə dəyişir. Yəni burada temperatur böyük olanın sıxlığı da böyük olacaq. Temperatur orta olanın sıxlığı orta olacaq. Temperatur az olanın sıxlığı az olacaq. Deməli, cavabımız olacaq burada yoldaşlar. Rho1 Rho2-dən kiçikdir. Rho3 də ondan kiçikdir. Cavabımız olacaq 16-da D variantı. Daha 6-da D variantı. Davam edelim növbəti sualımızdan. 7. Havanın temperatürünü dəyişmədən ondakı su buxarının sıxlığı 2 dəfə azaldıqda nisbi rütubət necə dəyişər? Bayaq dedim yoldaşlar, nisbi rütubət, sıxlıq, sonra kütlə, temperatur, yəni yaş termometrin göstərişi, bunlar hamısı bir-birindən mütənasibdir. Yəni sıxı buxarın sıxlığı 2 dəfə azaldıqda nisbi rütubət də 2 dəfə azalır. Cavabımız olacaq 7-də D variantı. 8. Sabit temperaturda verilmiş donmamış su buxarının təzyiqi 1,3 dəfə azaltdıqda sıxlıq necə dəyişir? Hə, bu çaşdıra bilərsiniz. Burada artıq doymamış buxardır, doymuş buxar deyil. Bayaq dediklərimizin heç biri ödənilmir. İdeal qazdır. Yəni burada təzyiq 1,3 dəfə azaldıqda sabit temperaturda həcm 1,3 dəfə artar. Çünki izotermik prosesdir. Təzyiqlə temperatur həcmlə təzyiq bir-birindən tərs münasibdir. Təzyiq 1,3 dəfə azalsa, həcm 1,3 dəfə artar və həcm 1,3 dəfə artırsa, sıxlıq rho bərabər m bölü v olduğundan sıxlıq 1,3 dəfə azalmış olacaq. Cavabımız olacaq 8-də E variantı. Davam edelim növbəti suallarımızdan. Doqquz. Donmuş buxarın təzyiqinin həcmindən asılı qrafiyi verilmişdir. Bu prosesdə buxarın kütləsi və sıxlığı haqqında nələr doğrudur? Arkadaşlar, mən görürəm ki, burada həcm sabitdir. Həcmin sabit olduğunu qeyd edib. Yəni aşağıdakı kəmiyyət sabitdir. Aşağıdakı kəmiyyət sabitdirsə, qrafik yuxarı doğru gedirsə təzyiq artır. Təzyiq artırsa, sıxlıq necə dəyişər? Sıxlıq da artar. Doyan buxarda demişdik ki, P, rho, N, T, N idi. Konsentrasiya da artar, temperatur da artar. Və burada mən görürəm ki, sıxlığı artar variantı doğrudur və yaxşı, buxarın kütləsi necə dəyişər?
Temperatur artanda buxarın da kütləsi artmış olacaq. Hər biri artır. Təzyiq artanda sıxlıq artır, konsentrasiya artır, temperatur artır. Temperatur artdığı üçün buxarın kütləsi də artmış olur. Deməli, hər ikisi artar variantı doğrudur. Yəni 9-da cavabımız olacaq Y variantı. On. Sabit temperaturda doymuş su buxarının təzyiqini həcmindən asılı qrafikdən asılıdır. Sabit temperaturda donmuş su buxarının sıxlığı. Sabit temperaturda donmuş buxardırsa, bu zaman təzyiq, sıxlıq, konsentrasiyada nə olur? Sabit qalır yoldaşlar. Və təzyiqin sabit olduğu qrafik mən yalnız A variantında görürəm. Deməli, cavabımız olacaq onda A. 11. Qapalı qabdakı buxarın təzyiqini mütləq temperaturdan asılı qrafiki verilmişdir. Bu zaman hansı nöqtəyə uyğun temperaturda qabdakı mayenin kütləsi ən böyükdür deyir. Yoldaşlar, burada görürəm ki, bu prosesdə temperatur yüksəldikcə doyan buxar doymayan buxara çevrilir. Yəni, burada temperatur yüksəldikcə maye buxara çevrilir. Burada doyan buxar və doymayan buxardır. Burada maye halındadır, burada buxar halındadır. Yəni, mayenin kütləsinin ən böyük olduğu variant A nöqtəsindədir hələ. Temperatur yüksəldikcə maye buxara çevrilir və artıq bu halda C nöqtəsində artıq buxar halında olur və bu hissədə artıq doymayan buxar halındadır. Deməli, cavabımız olacaq 11-də D variantı. 12. Hansı proses doymuş buxarın izotermik sıxılmasına uyğundur? Doymuş buxar deyir yenə. İzotermik isə temperatur sabitdir. Və doyan buxarda temperatur sabitsə təzyiq, sıxlıq, konsentrasiya da sabitdir. Təzyiq deməli sabitdir, ya 1,5-dir ya da 1,3-dür. Sıxılıbsa həcm azalıb, sıxılan həcmin azalması variantı da 1-ə 5-ə uyğundur. Yəni cavabımız olacaq 12-də C variantı. Temperatur sabitsə təzyiq, sıxlıq, konsentrasiya sabitdir və sıxılıbsa həcmi azalıbsa deməli bu cavabımız olacaq C variantı. Sonra davam edən növbəti sualımızdan 13. Deyir ki, doymuş buxar moleküllərin konsentrasiyasının həcmindən asılı qrafiki göstərmişdir. Göstərilsin. VT qrafikində hansı qrafik bu prosesə uyğun gəlir? İndi mən burada görürəm ki, konsentrasiya sabitdir. Konsentrasiya sabitsə yenə eyni şey yazıram. Təzyiq, sıxlıq, temperatur da sabitdir doyan buxarda. Və birdən 2-ə doğru gedirsə həcmi artır. Deməli, qrafik necə çəkiləcək? Həcmi artır, temperaturu sabitdir. Temperatur sabit olduğu variantlar A-da həcm sabitdir, bu deyil. B-də temperatur sabitdir və həcm azalır, bu deyil. C-də hər ikisi artır, bu deyil. D-də doğrudur. Burada temperatur sabitdir, həcm artır. Cavabımız olacaq 13-də D variantı. Y variantında da yenə həcm sabitdir, temperatur azalır. 13-də D. 14. Silindirdə porsionun altında olan buxarın izotermik genişlənməsi zamanı halının dəyişməsi təsvir olunmuşdur. Diaqramın AB və BC hissələrində buxarın konsentrasiyası necə dəyişir? AB və BC hissələrində. AB hissəsini görürəm ki, təzyiq sabitdir və buxar doyan haldadır. Bu prosesdə doyandan doymayana keçir. Buxar doyan haldadır, doymuş buxardır. Təzyiq sabitdirsə, doymuş buxarda konsentrasiyada yenə sıxlıq da, temperatur da sabit qalır. Yəni, başlanğıcda konsentrasiya sabitdir. Bu doğrudur. Yəni, cavabımız olacaq ya B, ya C. B-dən C-yə isə doymayan buxardır və B-dən C-yə doğru getdikcə qrafik V-yə doğru getdiyi üçün V artır, digəri P azalır.
və V artdığı üçün konsentrasiya azalar. Çünki doymayan buxarda ideal qazda təzyiqin üstü P bərabər NKT, N-i tapsaq P bölünsün, daha doğrusu bundan yox, yəni bunu nə edir? Elə konsentrasiyanın üstü N bərabər N bölünsün V, konsentrasiya həcmdən tərs münasibdir. Həcm artırsa konsentrasiyası azalar. Deməli, cavabımız olacaq 14-də C variantı. Sonra 15 silindrik qabda portion nədir? Görək. 15. Deməli, arkadaşlar, burada PV-dən tərs asılıdır, doymayan buxardır. Aslı deyil, doyan buxardır. Deyir ki, buxarın sıxlıqları arasında hansı münasibət doğrudur? Doymayan buxarda görürəm ki, yəni yuxarı doğru getdikcə həcm azalır, sıxlıq nə olur? Artır. Çünki rho bərabərdir M bölünsün V, tərs aslı. Deməli, yuxarı doğru getdikcə sıxlıq nə olacaq? Artacaq. Həcm azalır, sıxlıq artır. Artdı, 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 artdı. Burada artıq sıxlıq maksimum qiymət alır. Deməli, rho bir ən kiçik idi. Sonra gəldi burada maksimum aldı. Buradan artıq bu tərəfdə doyan buxar halındadır və doyan buxarda doyanda temperatur sabitdirsə, təzyiq, sıxlıq, konsentrasiya da sabitdir. Deməli, bu halda, yəni bu hissədə doyan buxar halında sıxlıq dəyişmir. Sabit, çünki sabit temperaturdur. Deməli, 2 ilə 3-də də bir-birinə nə olacaq uşaqlar? Bərabər olacaq. Sıxlıq dəyişmədiyi üçün. Cavabımız olacaq rho 1 ən kiçik, rho 2 rho 3-ə bərabərdir. Yəni B variantı. 15-də B. Təzən təkrar edirəm. İlk hissədə doymayan haldadır. Doymayan halda görürəm ki, yuxarı doğru getdikcə həcm azalır. Həcm azalırsa sıxlıq artır. Normal qaydada. Artdı, artdı, artdı. Deməli, 1-də ən kiçik idi. Sonra getdikcə qiymət artdı. 2-dən üçə doğru baxdıqca mən görürəm ki, doyan haldadır. Doyan halda sıxlıq dəyişmir, sabit qalır. Çünki sabit temperaturda sıxlıq dəyişməyəcək, sabit qalacaq. Keçdi 16-ya. Sabit həcmdəki buxarın təzyiqinin temperatur asılı qrafiki verilmişdir. Bu zaman temperatur asılı göstərilən nöqtələrdə buxarın kütlələri arasında hansı münasibət doğrudur? Mən görürəm ki, 1-dən 2-yə doğru doyan buxar haldadır. 2-dən 3-ə doymayan buxar haldadır. İndi doyan buxarda kütlə dəyişir. Doyan buxarda kütlə dəyişir, doymayan buxarda kütlə dəyişmir. Yəni M doyanda dəyişir, doymayanda M dəyişmir. İndi yoldaşlar, mən görürəm ki, 1-dən 2-yə doyan buxarda burada kütlə dəyişəcək. Getdikcə, temperatur yüksəldikcə buxarın kütləsi nə olur? Artır. Deməli, 1-dəki 2-dəki kütlə 1-dən böyükdür. Sonra 2-dən 3-ə doymayan buxar halında isə kütlə dəyişmir, sabit qalır. Deməli, 2-dən 3-ə kütlə dəyişməyəcək, sabit qalmış olacaq. Deməli, cavabımız olacaq yoldaşlar B variantı. Təzədən təkrar edirəm, nə elədim burada? 1-dən 2-yə sürətli artımdır. Sürətli artım doyan buxar halındadır. Deməli, 1-dən 2-yə bu doyan haldadır. 2-dən 3-ə isə normal artımdır. Normal artım doymayan buxardadır. Və doyan buxarda kütlə dəyişir, doymayan buxarda kütlə dəyişmir. Temperatur yüksələndə buxarın kütləsi artır doyan buxarda. Deməli, ikincinin kütləsi 1-dən böyükdür. 2-dən 3-ə isə doymayan buxar halındadır və doymayan buxarda kütlə dəyişmir, sabit qalır. Deməli, 2-dən 3-ə kütlə bərabər olur bir-birinə. Sonra davam edelim növbəti sualımızdan. Hər şey silir, amma qeyd eləməyən zat tez çıxın eləsin. İlk. 17. Verilmiş temperaturda havanın nisbi rütubəti 20% artdıqda havadakı su buxarın parsial təzyiqi necə dəyişər deyir.
Yoldaşlar, nisbi ötəbət deməli parsial təzyiqdən necə mütəmsildir? Nisbi ötəbət fi bərabərdir. Parsial təzyiq böl daim buxarının təzyiqi vur 100%. Yəni, parsial təzyiq necə dəyişsə, nisbi ötəbət də elə dəyişir. Nisbi ötəbət 20% artıbsa, 20% artma neçə dəfə artmadı? 1,2 dəfə. Deməli, 1,2 dəfə artdı. 1,2 dəfə artıbsa, parsial təzyiq də yenə 1,2 dəfə artmış olacaq. Cavabımız olacaq D variantı. Yəni 100-ün üzərinə təzədən 20 gəlib bölürük təzədən 100-ə. Faizlə artımı tapmaq üçün. 120-ni bölürəm 100-ə neçə eləyir yoldaşlar? 1,2. Sonra 18. 100 cc debatla götürmüş 100 qram su buxarı kondensasiya olunduqda və alınan suyun temperaturu 50 cc azaldıqda nə qədər isti miqdarı ayrılar? Əvvəlcə kondensasiya olunur. Yəni kondensasiya nədir? Mayenin buxara hala keçməsi buxarlanma idi. Əks proses, yəni buxarın mayaya keçməsi isə kondensasiya idi. Buxarlanmanın əksi. Buxarlanmada hansı üstdən gedəcək? Q bərabərdir elə elemlə. Eli 2,3 vur 10 üstü 6-dır. Kütləsi də nə qədər kondensasiya olunub? 100 qramı. Yəni onda 1. Kiloqrama çevirdim, oldu onda 1 kilo. İndi 2,3'ü vurdum 10 üstü 6'ya vurdum onda 1'ə. Olacaq 23 vurulsun 10 üstü 5. Bunu mən belə göstərə bilərəm kilozonla. 2 dənə sıfırı bura verim. Olsun 2300 vur 10 üstü 3. Yəni 2300 kilojol. Bu birinci. Keçək ikinciyə. Q2'ni tapanda isə yoldaşlar. Nə ilə tapırıq Q2'ni? Sm delta T ilə. Buxarlanıbsa, kondensasiya olunubsa elem və temperatur azalıbsa Sm delta T ilə. Onda bunu tapsaq, C'si 4200, kütləsi nə qədəri azalıb? Yenə 100 qram su. Yəni onda 1. Vururuq nəyə? Temperatur dəyişməyinə. 100-dən gəlib 50-yə. Temperatur dəyişməsi nə qədər oldu? 50. Bu da bizə neçə verəcək? 4200 vurulsun 5. Yəni 42-ni vursaq 5-ə. Neçə edir bu? 210. 210 vur 10. Bir də 2 dənə 0 gəldi bura. Bu da bizə verir 21 kilojol. Deməli, əvvəlcə 2300 kilojol, sonra isə 21 kilojol. O pişi istilik miqdarını tapsaq, Q1 plus Q2, yəni 2300-ün üstünə 21 gələcəm. Bu da bizə verəcək 2321 kilojol. Dəqiqə burada hesablamada nəsə yanlışlıq olur yəqin. Birincinin tərzini hesablayaq. Görək səhv varmı? 2013. Hə, burada bir yanlışımız olub. Birincidə hesablayanda. Bu hissəni bir dənə düzəldək. Birinci düz. Birincidə yanlışlığımız olub. Deməli, bir dənə 0 bura verdik, oldu 10 üstü 5. Düzdürmü? Bu olacaq 2,4 0 10 üstü 5. Gəldim 2 dənə 0 buna verdim, oldu neçə? 230 vur 10 üstü 3. Hə, bu 2300 yox, 230 kilojol oldu. Burada yanlışlığımız oldu. Q2 də 21-dir. Hamısını toplasan 2300-ün üstünə 20 gələcəyik. Olacaq 251 kilojol. Yəni cavabımız olacaq 251. Bu 18-də cavabımızı tapdıq. İndi keçək 19-a. 19.
Doğmuş buxarın izotermik genişlənməsinə uyğun qrafiklər hansıdır? İzotermik genişlənmə, yəni temperatur sabitdir və temperatur sabitsə doğmuş buxarda təzyiq, sıxlıq, konsentrasiya da sabitdir. Sabit olduğu variantları götürdüyü hardaydı? Bu sabit olduğu variantlar. Konsentrasiyanın sabit olduğu variant 2-yə uyğundur. Genişlənirsə həcmi artıb. Burada da həcm artır. Sıxlığın sabit olduğu, həcmin artdığı 3 doğrudur. So, 2 ilə 3. 19-da 2, 3. Bir də 5 uyğun gələ bilərmi? Bu da 5-i də veribmi? Yox, 1-i verib, hə. 1-ə baxım görüm. Hə, 1 də doğrudur, yoldaşlar. Təzyiq sabitdir. Təzyiq sabit həcm artıb. Onda cavabımız olacaq 1, 2, 3. 1, 2, 3 doğrudur. Temperatur sabitsə, təzyiq də sabitdir, sıxlıq da sabitdir, konsentrasiya da sabitdir. Hər üçü sabit olur. Genişlənibsə həcmi nə olub? Artıb. Cavabımız olacaq 19-da 1, 2 və 3. Keçək sonuncu sualımıza. Görürəm ki, qalan azdır. 19, 20. Poşun altında su və onun doymuş buxarı vardır. Doymuş buxarın halının dəyişmə diaqramı əsasən uyğunluğunu müəyyən elə. Yəni doymuş buxardır. Mən görürəm ki, təzyiq sabitdir və sağa doğru gedib həcm artır. Təzyiq sabitdirsə, sıxlıq, konsentrasiya, temperatur yenə sabit qalır doymuş buxarda və həcm artırsa, buxarın kütləsi artır, mayenin kütləsi azalır. Deməli, artar variantlar nə olacaq? Buxarın kütləsi artar. 1-ə uyğundur B və bu artan həcm buxarın həcmidir. Konsentrasiya artar, bu yanlışdır. 1-ə uyğundur B. Azalar hansıdır? Mayenin həcmi. Buxarın həcmi artırsa mayenin həcmi azalar. Mayenin kütləsi azalar. Bunu burada qeyd etmişəm onsuz. İndi suyun həcmi azalar. Y variantı bura uyğundur. Azalar başqa. Suyun kütləsi azalar. A variantı bura uyğundur. Sabit qalır nə? Buxar molekularının konsentrasiyası sabit qalar. 3-ə C uyğundur və B variantı. Buxarın kütləsi o sabit qalmaz. Buxarın kütləsi deməli nə oldu? Artar. Buna dedik. D variantı. Buxarın təzyiqi də sabit qalar. Bu da heç birinə uyğun gəlmir. Deməli 1-ə B, 2-yə A-yı, 3-ə də C variantı uyğun gəlir. Buxarın təzyiqi dəyişməz. Bu 20-yə D variantı uyğun gəlməz. 1-ə A, 2-yə B-yi, 1-ə B, 2-yə A-yı, 3-ə də C variantı uyğun gəlir. Bu qədər yoldaşlar.